Yox. Yaxşı. Belə, biz müzakirəmizi, biz söhbətimizi davam etdirəcəkdik, tıxaclarla bağlandıq. Bu mövzular ki, siz yazırsınız, müxtəlif olur əslində. Yəni, orada sevgi də var, vətənpərvərlik də var, çox müxtəlif mövzularda. Hardan gəlir bu mövzular? Göydən gəlir. Yəni, seçirsən hər şey, həmin anda sənin keçirdiyin hisslərlə bağlıdır. İnsan da müxtəlif hisslər keçirdir, yəni bildiyimiz kimi. Anatomiya, biologiya, psixologiyaya görə insanlar müxtəlif hisslər keçirdir, ona görə müxtəlif mahnılar əmələ gəlir. Bir neçə mahnılarınızda siz daha çox nədənsə narazı görünürsünüz. Bu nədən irəli gəlir? O da yəni nastroyeniyadan, yəni və daha çox bu sizin əvvəlki mahnılarınızda hiss olunurdu. Belə bir tendensiya var, yəni siz müşahidə edirsiniz. Əvvəlki o sadəcə əvvəlki mahnılarda biz daha çox üzdə olan şeyləri deyirdik, sonra getdikcə dərinə gedirsən, yəni. Bir şeyi sən hər gün eyni şey deyə bilməzsən, düzdür. Və belə deyirlər ki, siz əskərliyə qədər bir mahnıları, bir əhval-ruhiyyədə oxuyurdunuz, indi başqa əhval-ruhiyyədə. Yox, elə bir şey, yəni əskərliklə heç bir bağlılığı yoxdur. Sadəcə bir yaşadı olmaq, biraz ola bilər, yəni hansısa mövzuda bir dəfə demək olar nəyisə, amma elə mövzu var ki, ora 5 dəfə qayıtmaq olar, yəni Azərbaycan var idi, Koroğlular var idi, indi yoxdur, nə olsun, yəni bu o demək deyil ki, indi yoxdur, yəni cəsarətli adam, sadəcə ata minib qaçmamalısan, yəni bu cür deməyəm. O toxunduğunuz əvvəl, ilk zamanlarda toxunduğunuz mövzular, hansı ki fikrinizi bildirirsiniz, qarşı çıxırsınız, onlar yenə də sizcə aktualdır, yoxsa artıq dediniz, yığışdırıldı, artıq bu problemlər yoxdur, keçdik başqa bir tərəfə? Problemlər müəyyən qədər hər yerdə var, yəni aktuallığını itirir demək istəyir. Rüşvət mövzusuna toxunurduq, sən haradasa var idi, haradasa götürüldü, haradasa qalıb, yəni bu davamlı olan bir şeylərdir, yəni bütün dünya sistemində olan problemlərdir və onların hamısı aradan qalxsa, onda tamam başqa bir quruluş olardı, yəni cənnətdə yaşayardıq. Problem var ki, biz bu dünyada yaşayırıq, yəni belə başa düşürəm və onlar müəyyən vaxt ərzində düzələn şeylərdir. Sizin bu kitabınızla bağlı, son zamanda kitab bıraxdınız, adlı bir kitab. Sonra 1 milyon dollarım olsaydı. Sonra 1 milyon dollar bestseller oldu. Biz bu birdən-birə, belə deyək də, musiqidən birdən-birə keçib ədəbiyyatla məşğul olmaq necə ağlıma gəldi? Nədən ilhamlandın ki, bunları yazdın? Əslində, uşaq vaxtından daha çox kitab oxuyurdum, yəni futbol oynamaqdan çox, məsələn, kitab oxuyurdum. Və bu hisslər artıq var idi, sənin içində müəyyən intellektual baza var idi ki, onu bir gün yazacaqdın da, yansısa qıza sevgi məktubunda ki, göstərsən necə ağıllısan, ya da ki, yəni bir kitab şəklində necəsə başqa cür. Qismət oldu, yəni kitab kimi yazdım. Bəs növbədə kitab gözlənilir? Yəni yazıram boş vaxtım olanda, nəsə yazıram. Az öncə deyil ki, sən qurduğun musiqiləri öz yaşantılarıyla bağlamısan. Biz bu kitabda da yazdığın hekayələr yaşantılarıyla bağlıdır, yoxsa sadəcə olaraq özünün yazmışsan onu, necə deyirlər, bir hekayə kimi yazmışsan? Məsələn, musiqidə yaşantılar daha çox olur, çünki həmin an hiss elədiyin hissi sən yerindəcə yazırsan. Amma kitabda ola bilər ki, sən tamam başqa bir hissdə olasan, məsələn, tutaq ki, hansısa bir fransız yazıcısı oturub evdə acından ölür və yanında heç kəsi yoxdur. Amma otur, elə bir əsər yazır ki, gözəl bir yerdə bir xanımla tanış olur və o həyatı yaşayır orada. Yəni, paralel həyat qurur özü üçün və onu yaşadıqca yazmağa davam edir. Kitabda biraz bu şey var, yəni xüsusiyyət var. Məsələn, 1 milyon dollarımı mən əskərlikdə yazmışım. Yəni, tamam başqa bir yer. Çox heyfsləndim ki, Hollywoodda deyil ki, o çəkilməyəcək film kimi. Bəlkə də çəkilə bilər, yəni. Biz daha sonra da sevimli host qrupu ilə söhbətimizi davam etdirəcək. Hələsə qısa bir reklam fasiləsinə ayrılırıq.